biz o uşağı götürməyik müəssisədən ki, yəni müəssisədə uşaq böyüməkdənsə ailə mühitində böyüsə daha yaxşı olar. Qorxular var idi. Hal-hazırda qorxularını dəf eləyib demək olar ki, nitqində problemi var idi. Yavaş-yavaş aradan qalxır artıq. Gün ərzi mərkəzinə aparırıq. Orada mütəmadi məşğul olurlar, loqoped, psixoloq. Müəyyən qədər irəliləyişlər hiss olunur uşağın yəni özünü aparmasında, cəmiyyət içinə çıxmasında. Biz o uşağı müəssisədən götürəndə o uşağın çox cılız, yəni nitqində qüsurlar var idi. Biz o uşağı götürüb gəldik, yəni öz evladımızdan ayırmırıq onu. O uşağın bu gün sağlamlığı üçün, nitqinin inkişafı üçün, özünün inkişafı üçün, yəni onun üçün əlimizdən gələni eləyirik. Müəssisədə bizim ilk görüşümüz təşkil olunan andan tam fərqli münasibətlər oldu uşaqla bizim aramızda. Yəni daha tez bağlandıq bir-birimizə. Hətta indi də atasının işdən gəlməyini çox həvəslə gözləyir. Bəli, mən hər gün işdən gələndə onlar məni necə səbirsizlə gözləmələrini görürəm. Əvvəlcə yəni himayəyə götürdüyümüz uşağı, sonra yəni öz evladımızı götürürəm mən qucağıma da. Yəni o qədər həvəslə gözləyir o uşaq məni. Yəni o qədər bağlanmışıq biz bir-birimizə. Himayədar ailə olmaq bizim ailəmizə çox böyük rəng qatdı. Uşaqlar da bir-birlərini çox sevirlər, çox dəyər verirlər. İndi bu ikinci himayəyə götürdüyümüz uşaqdan, yəni evimizdə çox şənlənirlər, bir yerdə oynayırlar. Hətta yuxudan duranda balaca qardaşı böyüyü qardaşını axtarır. Yəni qardaşım hanı? Əgər ondan tez durubsa, qardaşım hanı axtarırlar bir-birlərini. Himayədar ailə olmaq üçün müraciət etdiyimiz ilk gündən bugünkü günə qədər proseslər çox şəffaf, yəni prosedur çox şəffaf keçdi. Gələcəkdə himayədar ailə olmaq istəyən valideynlərə, yəni tövsiyəmiz çox gözəl hissdir. Çox belə şirin hisslər yaşayacaqlar inşallah. Qətiyyən çəkinməsinlər. Ən azından bir uşağın müəssisədə böyüməsindənsə ev mühitində, ailə ortamında böyüməsi daha məsləhətlidir. Uğur arzulayıram hər bir kəsə bu yolda.